Salam, hamıya xoş gördük. Deməli, evlərimiz çıxıb satdıq. Vişnevkada, Alballıqda, Sabunçu rayonu Vişnevkasında. Yəni Maştağa ilə e, Buzovnanın arasında. Deməli, bu evimiz 4 sotdadır. Qiymət 140 mindir. 140 mindir, 4 otaqlıdır. E, İndi bax, burada asfaltı yoxdur, asfalt da çəkiləcək. Həmən dediyim evdə, bu neçə oluyor bu? Bu da 125'dir. Yani bak bu ikisi de sattıqdadır. O 3 sotdadır, bu 4 sotdadır. Ha, asfalt çəkiləcək yəni, dəqiq. Burada həyətdə sanuzyolu, zirzəmisi, həyətdə and içmək üçün ağacı da var. Onunla da içə bilərsiniz ki, həyətimdə ağac da var, belə də ki, özünüz də əkə bilərsiniz. Zirzəmisi, yəni bax, beton da styaşka verilib. Hamısı şərtdir də. Proyektlər demək olar ki, eynidir. Bunun kvadratı 5 kvadrat, ondan o 130'dur, bu 135'dir. Ha, bura terasdır. Gel. Işıqları qoşmayıblar. Bu mətbəximizdir. Ha, bütün evimiz istipoldur. Ha? Mətbəx. Bir dənə mətbəxi istipoldur. Qonaq otağımızdır. Geniş qonaq otağı. 135 kvadratdır. Yaxşı ölçüsü. 3 dənə də yataq otağı. Bu birinci yataq otağı. 186 nömrəli avtobus yaxınlıqdan keçir. 50 metr məsafədən və köhnə qatar yolu var idi. Yadınıza gəlir Maştağa stansiyasına. O qatar yolu düzündə işləmir, amma bərpa edəcəklər. Düzələcək. O da gedəcək düz 28 mil metro stansiyasına. Gedək indi bir dənə o evi də görsədək. Deməli, bunun qiyməti oldu 140 min. 140 min, o birisi də 125 min. O 3 sotdadır. Dediyim kimi asfalt çəkiləcək. Sayğaçlar hamısı. Bir dənə qaz sayğaçları, o da qoyulacaq. İşıq çəkilibdir. Ha, bu da. Ha, sənədləri də ki qaydasında, yəni sənəd söhbəti eləmir. Sənədləri qaydasındadır. Zirzəmiləri burada da sağ sol. Ha, burada da var, beton styaşka verilib. Verilibdir, bəli. Bəli. Proyekt də eynidir. Yoxsa o bundan 5 kvadrat böyükdür. Bura mətbəximizdir. Eynidir proyekt. Bura mətbəx. Yox, əslaflı. Bura qonaq otağıdır. Orada qonaq otağı bu tərəfdəydi. Burada bu tərəfdədir. Mətbəxinə baxaq. Ha, burada mətbəx girən kimi sağ əldədir. Genişdir, ha. Mətbəxi genişdir. Uşaq otağı, valideyn yataq otağı. Bu da digər yataq otağı, 3 yataq otağı, bir dənə də sanuzyoldur, bax burada. 140, 125 min. 3 sot, 4 sot. Kim alsa da ki, Allah xeyrini versin. Bağ evi kimi qəşəng alıb 4 fəsil yaşamaq olur burada. Hamısı qaydasında. Sağ olun.